klientim qız uşağıdır. Belə sallanmış, qaralmış cinsiyyət dodaqlarını özünə kompleks eləyirdi. Biz həmişə Gününüz aydın olsun millət. İlk öncədən xahiş edirəm xalqımdan, ancaq qeyrətlilərdən xahiş edirəm. Qeyrətsizlər mənlik deyil, o məlum məsələdir. Xahiş edirəm bu video müraciətimə dəstək olun, qoy səsimizə səs verilsin. Və burada müraciət edirəm Təhsil Nazirliyinə. Təhsil Nazirliyi başınız deyən qarışıb bu valideynlərdən pul yığan müəllimlərə. Başınız nələrəsə qarışıb bilmirəm. Onu siz məndən yaxşı bilirsiniz. Niyə bu uşağın valideynini, bu məktəblinin valideynini niyə məsuliyyətə cəlb eləmirsiniz? Niyə bir valideyn icrası edib bu cür uşaqları hamısını da özünüz yaxşı bilirsiniz. O uşaq hansı məktəbdə oxuyur, o uşaq hansı sinifdə oxuyur, hamısını da gözəl bilirsiniz. Niyə məşğul olmursunuz bundan? Niyə bu cəmiyyətin, bu az yaşlıların pozulmağına şərait yaradırsınız? Niyə hər şey bəyəm hüquq mühafizə orqanları eləməlidir? Və siz nə işə baxırsınız? Siz təhsiliniz sıfır demək olar ki, xalqın əziyyətlə böyütdüyü, zulmla böyütdüyü uşaqları kör eləmişsiniz, qoymusunuz, böyürürsünüzsə. Ortada pul olmasa, bu uşağa müəllim tutulmasa, nə bilim bu uşağa məktəblərin nə bilim birində təmir gedir, Xırdalan misal çəkəm, 2 nömrəli məktəbi misal çəkəm, təmir gedir, valideynlər yazıq gedib zulmla əziyyətlə pul qazanırlar, gətirib servis tuturlar ki, bunlar nə var, təhsil şöbəsi yatıb məktəb açılanda təmirə başlayıb. Bunları qoyduq qırağa. Bu uşağın tərbiyəsindən niyə məşğul olmursunuz? Bu uşaq sizin məktəbdə oxuyur. Bu uşağın niyə bir valideynini çağırır, bir məsuliyyətə cəlb eləmirsiniz? Niyə bunlara sərt bir tapşırıqlar vermirsiniz? Nədir, xoş gəlir sizə. Bir il öncə bir universitetdə müəllim tələbənin qısa geyindiyinə görə iradını bildirmişdi, qoymamışdı sinifə. Onu topa tüfəngə tutdunuz və siz də həmin o valideynə, o qızın valideynə dəstək oldunuz. O müəllimi işdən atdırdınız, bilmirəm, hansı tədbirlər gördünüz. Axır onu peşman elədiniz, o qeyrətinə peşman elədiniz, qeyrətli olduğuna. Siz bunlara nəzarət eləməlisiniz. Şagirdlərin qıraqda belə hansı hərəkətlərinə nəzarət eləməlisiniz. Belə şeyləri görüb valideynləri çağırmalısınız. Məktəbə geyim qaydaları var, məktəbdə rəftar var, hansı ki tələbənin, şagirdin rəftarları var, hərəkətləri var. Bunlara nəzarət eləməlisiniz. Yəni biz belə görmüşük. İndiki kimi yox. Siz bunları hər şeyə atmışsınız hüquq mühafizə orqanlarına. Hüquq mühafizə orqanlarının narkomaniya ilə mübarizə aparsın, nə bilim digər şeylərlə, yoxsa sizin görəcəyiniz işlərlə mübarizə aparsın. Neynəsin? Siz nə işə baxırsınız? Yenə deyirəm, siz birbaşa bugünkü gün məktəbli tələbəsinin bu haqqını verməyinin başda günahkarı sizsiniz. Valideyn özünü itirir. Valideyn özü elə bu uşağı bu vəziyyətə gətirən elə valideyndir. Hansısa bir şərəfsiz valideyndir ki, uşağını göz yumur. Göbəyi açıq, bu Azərbaycan qızıdır. Utanmırsınız, bu vəziyyətdən utanmırsınız ki, bu Azərbaycan qızı deyil. Bu uşaq Azərbaycan qızı deyil, bu uşaq təzədən gedəcək, digər hansısa bir qeyrətli ailənin uşağını pozacaq. Uşaqdır, bunlar bir-birindən rəfiqəlik eləyəcək, neynəyəcək, yavaş-yavaş bu biri qeyrətli bir ailənin uşağı da pozulacaq. O bu vəziyyətə düşəcək. Sosial şəbəkələrdə görürsünüzsə, bunlara müdaxilə edin. Təhsil Nazirliyi, təhsil şöbəsi, bunlar sizin tələbələrinizdir. Səhər bunlar o uşağın valideynində söyməyəcəklər. O deyəcəklər ki, bu harda, buna necə bu təhsil aldı, bu necə bu vəziyyətə düşdü ki, bu məktəblidir. Yəni günahkar siz olacaqsınız. Və keçək Səhiyyə Nazirliyinə, tibbə keçək, hansı ki o klinikalarda işləyən bu qadın var, qadın demək olarsa ginekoloq, abrını çölə qoyur və bu videoya görə də ana bacılardan üzr istəyirəm. Abrını çölə qoyur. Hansı cinsel bir murdar vəziyyətdə reklam edir, pulunu qazanır. Sən onu qazandığın pul sənin haramın olsun. Əgər sən xalqın əxlaqını pozursansa, cavanların əxlaqını pozursansa, sənə o pul haram olsun. 5 manat xatirinə sən bu ölkədə biabırçılıqdır. Biri paltar satır, lütləndirib çıxardır. Biri nə bilim kafe restoran işlədir, pozğunları yığır ora, tökür ora, reklam edir kafe restoran ki, gəlsinlər ora nəyinsə xatirinə, yeməyin xatirinə yox, hansısa bir xidmətin yox, o qızlara görə gəlsin. Bu da ginekoloq çıxır orada xalqın əxlaqını pozur. Belə bir biabırçılıq olmaz. Və buradan dəfələrlə mənim müraciətimin, məsələni, problemləri çözən, bu problemləri aradan qaldıran, güvən yerimiz olan hüquq mühafizə orqanlarına ilk öncədən təşəkkürümü bildirirəm və bilirəm ki, ümidvaram ki, bu haqda tədbir görəcək. Daxillər Nazirliyi, hüquq mühafizə orqanları sizdən dönə-dönə xahiş edirəm. Bu ölkədə bu cür halların qarşısını alır. Bu cür sosial şəbəkədə paylaşan o kiber cinayətlərlə mübarizə idarəniz var. Allah ondan canı sağ eləsin və məşğul olurlar dəfələrlə sosial şəbəkədə bu cür halların qarşısını alırlar. Və sizdən müstəqil ölkənin vətəndaşı kimi sizdən dönə-dönə xahiş edirəm. Bu haqda tədbir görün. Bu cür səhifələri, bu cür valideynin diqqətindən uzaq, təhsil şöbəsinin diqqətindən uzaq olan uşaqların valideynlərini çağırın və bunları məsuliyyətə cəlb edin. Sizdən çox xahiş edirəm. Bu cür ginekoloqları məsuliyyətə cəlb edin. Bu cür cəmiyyətdə bunların bu çıxartdığı bir vəziyyətdə, bu yaşatdığı vəziyyətdə, yaranan cəmiyyətdən vallahi billahi nə bir normal polis olası deyil, nə bir normal həkim olası deyil və yaxud da hansı bir müəllim yetişəsi deyil. Söhbət bu gələcək nəsildən gedir. Xahiş edirəm, xalqımızı, dövlətimizi qoruyaq. Bugünkü gün xalqın qeyrətsizliyi dövlətə minusdur, dövlətin inkişafına minusdur. Yəni xahiş edirəm sizdən dönə-dönə. Və buradan da səslənirəm kimlərə, bu cür uşaqlara girib o ürək atan, nə gözəlsən və yaxud da digər bir komplimentləri deyən kişiciklərə deyirəm, kişiliyiniz, qeyrətiniz olsun. Və yaxud da o ginekoloqa onu girib gülən və yaxud da hansısa bir sözləri yazan, bunu yəni normal qarşılayan insanlara abrınız olsun.
bir mərifətiniz olsun. Bunlara qarşı sərt reaksiya verməlisiniz. Bu cür hallara sərt reaksiya verməlisiniz. Sizin evladınız varsa düşünün ki, əgər oğlan uşağısa gedib elə bir qızları alar, sizi bədbaxt eləyər. Elə bir qızları alar, elə bir ailədə böyümüş qızları alar. Gəlininiz o vəziyyətdə, göbəyi açıq, o vəziyyətdə sizə xidmət eləyəndə onda başa düşəcəksiniz ki, siz vaxtında qarşısını almalıydınız. Buradan çıxıb o dövləti pisləyənlər var, hansı ki durub deyir ki, dövlət günahkardır, dövlət bu şəraiti yaradır. Dövlət yaxşı yaradırsa, sənin kimi şərəfsiz varsa, sözüm o belə insanların göz yumanlaradır. Sənin kimi şərəfsizlər varsa, dövlət nə etsin? Dövlət baxıb deyəcək ki, bu xalqa xoş gəlir də. Girib görür də dövlət həmin o qurumlar hansı ki bu sosial şəbəkələrlə məşğul olan qurumlar baxır görür ki, xalqımız bu cür əxlaqsızlığa ürək atır. Nə bilim xoş sözlər yazır, komplimentlər yazır. Ruslar demiş patxod eləyir. Demək ki, bunlara xoşdur bu cəmiyyətin pozğunluğu. Mənə nə düşüb? Dövlətin o qədər görəcək işləri var. Gedib onlarla məşğul olarım. Madəm ki bu xalqa bu xoş gəlir. Amma xalqa xoş gəlməyən qeyrətli insanlara buradan müraciət edirəm. Xahiş edirəm, bu videoya dəstək olaq və müraciət eləyək. Sizlərdən dəstək gözləyirəm. Hüquq mühafizə orqanları, güvən yerimiz olan hüquq mühafizə orqanlarına müraciət eləyək və bu dəstəyi gücləndirək ki, səsimizə səs verilsin. Allah xalqımızı, dövlətimizi qorusun. Bir olaq. Dövlətimizi qoruyaq, xalqımızı qoruyaq. Mənfur düşmanlarımız, bu ölkəni, bu dövləti sevməyən mənfur düşmanlarımız bu vəziyyətə baxıb gülür. Biz heç hansısa bir inkişafdan danışa bilməliyik. Bu cür bizim yetirmələrimiz, bu cür ginekoloqlarımız, qadınlıqdan xəbəri olmayan ginekoloqlarımız, bu cür analıqdan, atalıqdan xəbəri olmayan bu cür uşaq böyüdən valideynlərimizin, yəni bunların, bu cür halların qarşısını alaq. Sizdən dönə-dönə xahiş edirəm. Allah xalqımızı qorusun, dövlətimizi qorusun. Var olun Azərbaycan xalqı.